Ha, bax, çıxarış da əldədir. Evində çıxarışı var, torpağında. Sizə bir dənə qiymət, əla qiymətə, şəxsi tikili ev, makler bağı deyil. Möhkəm tikili bir ev çəkib göstərirəm. Bir dənə belə fırlan, bax, küçəsidir. Girdiniz, özü də tupikdir. Bax, bu evlərdən başqa bir buradır, 2, 3, bir də buradır. 4 dənə evdir. Küçə tupikdir. Şəxsi özünə tikilmə. Bax, qarşıda, 30 metr məsafədə oradan avtobus dayanacaqda, belə deyək. Avtobus düz gedir Azadlıq metro stansiyasına. O da bir önəmli bir şey. Düzdür, hamının avtomobili var, mən razıyam. Amma tutaq ki, sizə qonaq gəldi və s. və ilaxır. Neyniyərsiniz? Gəlib düşəcək, düz burada gəlib 30 metrlik gəlib girəcək evə. Sənədinə baxdıq, tam mülkiyyət, evdə, torpaqda. Gedək çəkək evimizi. Deməli, evimizin torpağı 5 sotdur sənəddə. 5 sotdur. Amma ev sahibi ölçdürüb 6 sotdan da biraz yuxarıdır. 6 yarım, belə deyək. Həyətidir, möhkəm tikilib, yəni özünə tikibdir. Da yəni nəyi var, pul buraxıb da, belə deyək. Bugünkü gün bu qiymətə, Görədildə siz bu qiymətə bağ tapa bilmərsiniz. Bax, hovuzumuz. Gəl bura, zəhmət olmasa yaxınlaş. Hovuzumuzun ölçüləri 4-ün 8-ə. Baxın da görün. Yəni qiymət verin də bu boyda ev tikib kişi. İndi deyərsiniz, niyə satır? Başqa planları var. Bura giriş qapısı burada olacaq. Qiymətimiz 167 mindir. Endirimi də olacaq. Amma bir dənə xahişim var sizdən, gəlib də qiyməti baltalamayın da. Belə, yəni belə şey olmaz. Qətiyyən baltalamaq istəyirsinizsə mənə zəng eləməyin. Endirimi var. Deməli, bura qarajdır. Avtomobil saxlamaq üçün. Gəl tam ətraflı çək. İstəsəz bunun üstündə, belə deyək də, teras, veranda da eləyə bilərsiniz. Çünki bax, betondan çox istifadə olunubdur. Burada bizdə yay mətbəxi nəzərdə tutulubdur. Bax, belə bir ölçüdə. Evimiz 5 otaqlıdır. 3 yataq otağımız yuxarıdadır. 2 otağımız da aşağıdadır. Qonaq otağı ilə bir yerdə təbii ki. Bir dənə həyətimizə razvoratör bir dənə çək görsət. Gəl bura. İstəyirəm sizə sayğaçları da göstərdim ki, soru-sual olmasın. Bax, su sayğacımız burada. İşıq sayğacımız burada. Qaz da ki, düzdür, sayğacı yoxdur. Amma qaz xətti çəkilib, bax, trubası da çıxıb görürsünüz. Bura gəlmir. Pulu ödəniləcək, yəni hamısı dokumenti hazırdır. Ödəniləcək, 400-dür, 350-dir, 450-dir, sayğacı qoyulacaq. Getdik. Gəl qardaş. 300 kvadrat evimiz, böyük ev eşikdir. Gəl. Bir də xatırladım, bu qiymətə Görədildə özü balkondan, pəncərədən dəniz görsənir. Bura qonaq otağıdır. Bura bir yataq otağıdır. Yataq otağında burada, əstağfurullah, fırlatqamı, mətbəxdir. Burada yağın ki, çamaşırxanadır, yox. Kladovka. Mətbəxi və kladovkamız. Sən narahat olma, səsə gəlmir. Gəl. Deməli, qonaq otağı, mətbəximiz. Bura yataq otağıdır. İndi deyərsiniz təmirinə indi mən sizə açığı deyim də, hardasa 45-50 min pul lazımdır. Burada da hamam tuvaletidir. İndi işıq yanmır, üzrü sayın. Hamamı böyükdür. Ayrı-ayrılıqdadır. Gedək. Gəlin, baxın, zəng eləyin mənə, gələk baxaq, sahibini də çağıraq, gəlsin, gəl. 3 dənə də otağımız, dediyim kimi də otaqdan dəniz görsənir. Əla yerdədir, çox əla. Dəniz yolu ilə gəlirsiniz, yolun sağ tərəfində yuxarıda villalar, bax, oradadır. Gəl bir dənə bura baxaq, buradan da görsədim dənizi. Bəh, deyəm bir dəqiqə, yaxınlaşdıraq. Gördünüz? O qədər sakitçilikdir ki, bura. Bu birinci otaqdır, yataq otağı.
Bu ikinci. Buradan balkona çıxışı da var. Otaqlar deyəndə böyüdür, 300 kvadratdır. Altı üstü 300 kvadratdır. Burada hamam tuvaletidir. Burada yağın razdivalkası. Yox, razdivalkası, paltar dəyişmək. Gedək. 070 858 31 44. Deməli, ora baxdıq, bura baxmadıq. Buradan da deməli otaqdan da balkona çıxış var. Ərazidəki hamısı yaşayır, evlər, villalar küçəsindədir. Yəni xahiş edirəm də qiymət məsələsinə gələndə sahibi ilə gələcəksiniz, danışarsınız. Qiyməti baltalamayın. Bax, hamısı villalar, evlər. Kim alsa Allah xeyir versin. Yaxşı təklifdir. Həqiqi sözün əsl mənasında əla təklifdir. Bu qiyməti doğrudan yoxdur. Yəni balkondan dəniz görsənsin. Şəxsi tikili, bu boyda betonlu ev. Çək. Bir dənə sakitçilik var ki, burada gəl görürsən. Vəssalam, zənginizi gözləyirəm. Mütləq zəng eləyin, sağ olun.